Salam. Bugün nə başlıqla video çəkmək istəyirəm? Çin dilini özü öyrənmək istəyənlər nədən başlasınlar, necə irəliləsinlər? Çin dilini özünü öyrənmək mümkündürmü? Mümkündür. Əlbəttə hər şey mümkün olduğu kimi. Tövsiyə edirəmmi? Edirəm. Yəni əgər maliyyə baxımından önə düşmək istəyirsinizsə və yaxud da vaxt baxımından da eyni zamanda daha irəliyə düşmək istəyirsinizsə, əlbəttə ki, özünüz öyrənə bilərsiniz. Hansı səviyyələri tövsiyə edirəm? 1, 2, 3 çox da elə tövsiyə etmirəm. Niyələrini hamısını başa salacağam. Deməli, birinci və ikinci səviyyənin söz listi və kitabları çox aydındır və çox sadədir. Bu səviyyələrdə siz nəyə doğru bilməlisiniz? Bu səviyyələrdə siz bilməlisiniz fonetikanı doğru. Fonetikanı YouTube-da yerləşdirmişəm. Əvvəlki videolara gəlib rahatlıqla baxa bilərsiniz. Tam əhatəli bir neçə video şəklində yerləşdirmişəm ki, tələbə rahatlıqla baxa bilsin. Bundan da əlavə bir müəllim izahından da başqa bütün kitabların, dərsliklərin audio faylları olur. Yəni internetdəki bu dəqiqə hər şeylə doludur. Hər şeyin crack variantı da var, hər şeyin rəsmi variantı da var. İstəsəniz pul verib ala bilərsiniz, istəsəniz pirat variantda yükləyə bilərsiniz. Amma hər şey bu dəqiqə əlçatandır. Bir və ikinci o standart kursunu adətən bütün müəllimlər keçir. Bir və ikincisini rahatlıqla hər kəs, düşünürəm həvəsi olan hər kəs öyrənə bilər. Hieroqlifləri necə eləyəcək bu səviyyələrdə? Bəs hieroqlifləri də eyni qaydada sözü əzbərləyəcək, hieroqlifini də əzbərləyə bilərsiniz. Yəni əgər sizə bu dil lazımdırsa, zaten siz onun əvvəl-axır hieroqlifini öyrənməli olacaqsınız və hieroqlif öyrənmək üçün də bir neçə dənə videom var. Arxa gedib bütün videolarıma baxa bilərsiniz. Yəni biz rahat şəkildə qoyuruq kitabı qabağımıza, audio fayllarını yükləyirik. İş dəftərə ehtiyac görmürəm, amma istəyirsinizsə yükləyə bilərsiniz. Bu səviyyələrdə sizdə çatışmayan ilk iki səviyyədə danışıq olacaq. Çünki siz əlbəttə bəlkə bu boşluğu da bir çinli ilə dolduracaqsınız. Bunu mən bilmirəm. Və yaxud da sizin kimi çin dili öyrənən digər bir insanla dolduracaqsınız. Bunu da mən deyə bilmərəm, amma doldurmayacaqsınızsa özünüzə qapalı şəkildə öyrənəcəksinizsə, danışıq problemi yaranacaq. Danışıq problemi nəyə deyirəm? Yəni o dildə düşünmə probleminiz yaranacaq. Siz o dildə düşünə bilməyəcəksiniz. Siz sadəcə avtomatik əzbərləyəcəksiniz. Çünki sizin o dildə düşünməyiniz üçün bir müəllim çıxmalıdır, sizin beyninizi brainstorming deyirlər. Yəni fırlatmalıdır da, siz bir o dildə düşünməlisiniz. Amma bu adam olmayacaqsa, siz əlbəttə ki, sadəcə əzbərləyəcəksiniz də. Heç nə olmaz. İlk iki səviyyədə gedin öyle əzbərlə. Söz əzbərləyin, söz yığın. Üçüncü səviyyədə isə düşünürəm ki, öz inkişafınızın yaxşı getməyi üçün bir müəllim tapsanız daha yaxşı olar. Düşünürsünüzsə, maliyyə baxımından bunu çatdırmayacaqsınız, yenə özünüz öyrənə bilərsiniz. 3 isə mən düşünürəm ki, son səviyyədə ki, özünüz öyrənə bilərsiniz. Ondan sonrasında qrammatikalar qəlizləşir, o dil daşıyıcısı və yaxud da bir müəllimi olmadan sizə çox çətin olar. Hətta belə deyim də, irəliləyə bilməyəcəksiniz məncə olsa. İndiyə qədər görməmişəm. 4-cü səviyyə özü bitirən görməmişəm, yox. 3-ü bitirən görmüşəm, 4-ü bitirən görməmişəm. Bu qədər ildir də, artıq 8 ildir. 9-cu ilə keçirəm, bəli, 2017-ci ildə başlamışam işləməyə, Çin dili müəllimi olaraq. 2026-ya çox sayılı günlər qalıb, belə deyək. Düşünürəm ki, yaxşı olar bu səviyyədən sonra, yəni 3-cü səviyyədən sonra özünüzə bir müəllim tapasınız. Amma bu vaxta qədər necə eləyirik? Kitab, gündə bir dərsini öyrənsəniz çox tez bitirərsiniz. Yəni bu əzmi göstərə bilərsiniz, sizə nə xoşbəxt. Yox, əgər göstərə bilmirsinizsə, həftə 2 gün müəyyən eləyin ki, ardıcıl şəkildə öyrənəsiniz. Yəni bölə-bölə yox. Həftə 2 gün, bu gün mən Çin dili öyrənəcəm, belə öyrənirəm. Hieroqliflərini də öyrənirəm. Çünki mən sonra danışıqda zaten geriyə düşəcəm. Heç olmasa hieroqlifdə qabağa düşüm ki, müəllim mənim danışığım üzərində işləsin sonra. Və bu qaydada sözləri öyrənirik.
Kitabı bitiririk. Bitirəndən sonra tövsiyə edirəm ki, sonra bir dənə test eləyəsiniz. Əcəs ki, bir mock exam yazın, çıxacaq. Hər yerdə test oldu. YouTube-da da belə var da yəni. Sonra nə edirik? İkinci səviyyəni başlayırıq, eyni qədər bitiririk. Yenə davam eləmək istəyirsinizsə, bu arada əcəs ki, 1-2-də çox az qrammatika var. Onları mən yerləşdirmişəm YouTube-umda. Demək olar ki, hamısını yerləşdirmişəm. Nəsə olarsa da yenə Instagrama yazıb sual verə bilərsiniz. Sualları açığam. Müəlliminiz olmalı deyiləm bunun üçün. Suallara cavab verirəm. Amma harasa paylaşdığım suallardırsa biraz yorucu ola bilər. Əvvəlcə hər yerdə paylaşdıqlarıma baxarsanız daha xoşbəxt olaram. Amma belə ümumi suallarınıza və yaxud da cümlə qursanız göndərsəniz ki, mən düz yazmışam ya yox, bunlara mən geri dönüş edirəm. Demək, bu belə. Üçüncü səviyyədə qrammatika çoxdur. İngilis dilini bilmirsinizsə, ümumiyyətlə tövsiyə eləmirəm ora girməyinizi də tək. Amma bilirsinizsə başlaya bilərsiniz. Bəli, onun arxasında çünki hər dərsin axırında qrammatikanı verir zaten özü. İngiliscə verir səhv etmirəmsə, bəli. Dördüncü səviyyədən bir müəllim tapmaq lazımdır və artıq belə deyək, professional şəkildə imtahana hazırlaşmaq lazımdır. Bəli ki, professional şəkildə öyrənmək istəyirsinizsə, hobbi olaraq yox, professional şəkildə öyrənmək istəyirsinizsə. 4, 5, 6-nı düşünürəm ki, müəllimsiz öyrənmək çox çətin olar. Belə, bu sual çünki çox verilirdi. İstədim ki, ətraflı cavabını verim. Ümidvaram aydın oldu. Suallar olarsa yenə də mənə rəylərdə bildirə bilərsiniz. Ümidvaram bu video sizin üçün faydalı oldu. Növbəti videolarımızda da görüşərik.